Salam, hamınızı xoş gördük, değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlərə Qardaşxan küçəsi deyilən ərazidə çox möhtəşəm, şəxsi tikili, gözəl bir həyət evimizin çəkilişinə gəlmişik ki, dostlar. Hal-hazırda bax, məktəb tələbələri də gəlir. Salam, necəsiniz kişilər? Yaxşısınız? Ay malades. Şəxsən gəldiniz. YouTube kanalında Sultan Oks yazıp kanalımıza bir tane like atmayı unutmayın. Yaxşı dostlar. Öpürəm, var olar. Akşam paylaşacağım. Yaxşı günün olsun. Deməli dostlar, gördüyünüz kimi çox gözəl məhəllədə, gözəl qonşuları, gözəl insanları, gözəl hətta uşaqları olan gözəl bir evimizin çəkilişi. Gəlin bura dostlar. Evimizi mən də fakt xoşlayıram da. Özünüz bilirsiniz ki, faktla danışmaq bizim işimizdə. Bu nədir? Gaz sayğacı. Burada ne var? Burada ne var? Burada ne var? Gösterək bir dənə yaxından. Su sayğacı. Bizdə yani ne var? Odur. Gəlin bura. Hamısı bu evə aid da. Bir dənə oradan zəhmət olmasa qıraqdan götürə bilərsən bu evə. Bir dənə o başlarından bir dənə böyle ağızları ile bunun ne edirsən değer bak, bu oksijen adı, oksijen adı. Gelin buraya. Bu nerede? Bu da bizim pisik sayğacı. Yani gazı, suyu, ışığı. Kommunallar hamısı var. Dostlar, küçə həyətinə kimi tam etlənib. Rahat bir dənə maşın girir. Gözünüz uğula boyları var, belə kəsibdi ki, rahat bir formada maşın girsin çıxsın. Var belə. Maşın da girmeli, maşın bura sürüşür bura moş. Gelin bura. Bizim bura həyətimiz. Dostlar, 2 dənə dalbadal cip salmaq olar. 3 dənə balaca minik maşınlar sal. Yani rahat bir formada. Şirin suyu, bax, qapısında. Hülos, burada qızıl güllər. Hülosdakı dostlar, üzümləri var ha. Elə-belə üzümlər deyil. Şişmiş üzümlər. Bir de çok böyle olan üzümler var. 2 tane ağac da burada. Hem beresindəndir, hem beresindəndir. Yani fərqi yoxdur. İkisindən de var. Burada dostlar, əlavə su bakı var. Bak burada su bakıdır. Daşdan hörülmə su bakıdır. Bu qışda isti saxlayır. Yayda buz kimi saxlayan bir şeydir. Evin damı dağlı bak, her tərəfi dəmir rəşötqalarla, pəncərələr rəşötqalanıb. Hanımlar, asmalar var. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə asması var. Hüls həyatında nar ağacı. Özdən nar deyim ha sizə. Yəni belə nar, heç keçsən Göyçaya belə Göyçayda tapanmazsan. Ancaq Binə qəsəbəsində var. Özdə bu qapıda. Gəlin bura. Gəlin bura dostlar. Kombisi 2 minut qası. Hamısı tam qaydasında. İşləh vəziyyətdə. Gəlin bura. Evi kurtarmamışıq ha, ev elə indi başlayır. Bura istəsən dostlar, bax bura balkondur. İstəsən otaq belə eləyə bilərsən da bu balkona. Burada hamısından pəncərələri var. Gəlin bura. O burada pəncərələr var, bağlayıblar indi. Açırsan həmən həyətdir da beləcə. Buradan çıxırsan qabaq tərəfdə həyətdə. Bu görün buradan hamısı açılır. Buradan hamısı bağlıdır. Burada da ayımız var. Ay kürkünə kimi hamısı mevcuddur dostlar. Uzatdılar buraya yazıq ailə. Hürs evimizin böyründə dostlar, gəlin bura. Orada bax, əldamısı var. Başda əldamı var. Yəni gedirsən o başa, orada da əldamısı zadı var. Bunun üstü zadı var, işıqlandırılması. Bir də buranı kim alsa inşallah düzəldər, apışıq eləyər taxta. İşıqlandırmasını güclü eləyər, olacaq bura, dost kimi bir otaq. Zal, böyük bir dənə zal. Niye? Bak burada daşda el yuma yeri var. Üstünde şey zadı koymuşlar burada. Burada el yuma yeridir. Hürs burada da dostlar, gelin bura. Evin sancar qovşağı var. Qoşqlarını da yandırın. Aha, bu asma tavanını zaddır sancar qovşağı da. Səliqəli, krantına kimi, duşuna kimi hamısı mevcuddur. Yani ben size bir söz deyim. Ev alırsansa gel bu evi göydə yanı qaçırma da, bu ev sənlidir. Allah xeyir versin. Dəmir rəşötqalar olsun özdə necə lazımdır. Güzgə baxın dostlar. Bir dənə like eləyək, getir evin içinə.
Ya Allah'ın adı. Bismillahirrahmanirrahim. La havle ve kuvvete illa billah. Dostlar, evimizin içi koridor sistemidir gördüğünüz kimi. Çok güzel, mehriban ailədirlər. And olsun Allah, bu evi alan, burada hem qonşudur, hem belə bir güzel ev sahibinudur. And ol Allah'a. Yani xeyrisi Allah'tan da Wi-Fi internete qədər hamısı mövcud. Güzel ev, bak koridoru ilə bu ne desen değer. Şəxsi tikili evdir. Yani bu makler evi değil dostlar. Bu özünə məxsus, təmir olunmuş evdir. Hardasa təxminən bir 10 ilin, 12 ilin evidir ki, neyi var da oturup da bu yay da görüb, qış da görüb, fəsil görüb, hər şey görüb. Gəlin bura. Evimizin mətbəxindən başlayaq. Ay salam əleykum. Evimizin mətbəxi. Dostlar, baxın bir dənə hələ mətbəxə. Geniş, iri. Otaqdır da, sərgələ. Bak burada kukuna mebeli, gördüğünüz hamısı qalır. Bak kukuna mebeli. Bak necə lazımdır, dolabları geniş, iri, hamısı. Suyu açırsan, suyumuz da var. Dostlar, qazı yandırırsan, gözlə bir dəqiqə mən jazgalka ilə həmişə yandırmalıyam. Ya Allah. Baxın. Qaza baxın dostlar. Qaz da öyle maşallah. Necə lazımdır. Qazı da var. Evin oturmağa, durmağa, bak mətbəxində geniş yeri, şəraiti, hər şəraiti var dostlar. Mətbəx dediyim məncə bu olar da. Otaq 4'ün 4'e geniş otaq şəklində. Plus gəlin bura yataq otağına dostlar. Evimizin yataq otağı. Gördüğünüz kimi səliqəli, geniş, istənilən mebelləriniz rahat bir formada yığa biləcəyiniz geniş səliqəli bir otaq. Allah'ın izniyle. Yani məncə belə bir şans hər dəfə ələ düşməz. İndi isə keçək zalımıza. Ya Allah, kişi, hoş gördük səni. Bismillahirrahmanirrahim. Allah sizlere ömür versin, Allah can sağlığı versin. Dede, bu evi satmakla bağlı olarak hiçbir narahatçılık ve nicarançılık yoktu ki. Kim alırsa hava boş olsun. Amin inşallah, amin inşallah. Kıymet 75 dediyiz. Real alıcı indirim olacak. İndirim olur. Allah'ın izniyle dostlar. Məncə belə bir gözəl fürsəti əldən qaçırtmayaq. Allah hər kim alsa, bax necə ki bunlara ruzu bərəkətlidir. Elə də ruzulu bərəkətli düşərli olsun bir. İnşallah. Hər kəsə xeyir versin inşallah. Kanseler zaten kalır. Bunlar qalacaq, götürmürsən. Kanseler kalır. Priz. Priz dostlar, valla bir şans prizdir. Məncə qaçırmayın. Elə sabahları üzü yay gəlir. Kondisionerin qiyməti gedib baxsan elə 1500-1200 manat qiyməti var. Üstündə saxlayır ki, gəl deyir, apar. Baxın, evimizin pəncərələri dostlar, onu demək istəyirəm ki, işıqlı pəncərələrdir. Birbaşa həyətinə baxır. Buradan gördüyünüz kimi dostlar, kombi radiatorların hamısı mövcuddur. Şuradaki bakta su bakır. Beton. O su bax, onu göstərdim, dedim də. Özdə dedim yaya qəşəng sərin saxlayır, necə lazımdır. Yunus, otağımızdan da otağımız var da burada. Ha orada da. Yunus, burada da bir otağımız var. Dostlar, gəlin bura. Bir yataq otağımız da bu hissədəndir. Gördüyünüz kimi necə lazımdır, səliqəli, təmirli, hər şəraiti də var dostlar. Məncə belə bir ev, qiyməti də münasib qiymətə, şəxsi oturulmuş ev 75 minə əladır. Gəlin inşallah, cüzi real alan olsa da endirim deyir ki, kişi eləyəcəm da. Xeyrisi Allah'tan. Əlaqə nömrələrimiz səhifədə qeyd olunubdur. Buyurun inşallah, gəlin məncə. Düşərli uğurlu olsun inşallah hər kəsə. Amin Allah.